beton tökülür. Onun üçün 10 nəfər əlləşirik. Ora, gülə sökülsün. 10-100 vardı Allah'ın vardı yalnız. Dahi sənətkarın ruhu şad olsun. Onun dahi klipinin çəkildiyi Cənnət Güşədəyik və çox təəssüf olsun ki, dahi Müslüm Maqomayevin ifa etdiyi Mavi Əbədiyyət mahnısının da bir çox çəkilmiş hissələri, yəni qayalıqlar sındırılıb. Dahi sənətkarın oxuduğu həmin qayalıq azad olub. Biz bunun azadlığına nail olmuşuq. Hələ yenə də azad olacaq qayalıqlarımız var. Nazirlər Kabinetinə, Prezidentin administrasiyasına və Xəzər rayon icra hakimiyyətinə rəsmi müraciət etmişik ki, bu unikal təbiət abidələri, hər biri bir ekzemplarda olan unikal qayalıqlar təbiət abidəsi statusuna malik olsunlar. Sonra oradan qum ərvə ilə orada qum doludur. 7-8-ci arasında orada quyu tökülür. İçəri şəhərdə məsələn gedirsə, Brilliant Əl filmi çəkilib, orada gəlirlər, tur keçirdirlər, ruslar gəlirlər, baxırlar, hardadır, oradadır. Mən ümumiyyətlə baxırsan, başqa ölkələrdə də hansısa böyük dahi şəxslər nəsə kino çəkiblər, klip çəkiblərsə, sonra onun yerini bir nişan qoyurlar və əbədəlləşdirirlər. Mən də xahiş eləyərdim ki, bir aidiyyəti orqanlara, həmin bax bu Müslüm Maqomayevin həmin o klipin çəkildiyi yerini bir xatirə lövhəsi qoysunlar, təmizləsinlər, gələn turistlər də öz cəmaatımızda baxsınlar, xoş halı olsun. Ey əziz salam Azərbaycan, sənə bağlayan Azərbaycan, ömrümün mənası